Səyahətim ucuz başa gəlsin deyə Londondan Tbilisiyə uçdum. Oradan da qatarla Bakıya getməli idim. Londondan Bakıya birbaşa uçuş çox baha idi. Həm də yaxın bir dostum demiş, səyahət bir hekayədir. Səyahət mənim üçün bir hekayə kimi bir şeydir. Tbilisidən qatarlar axşam yola çıxırdı. Bütün gecəni qatarda keçirirsən və səhər tezdən Bakıya çatırsan. Köhnə qatardakı kupedə məndən başqa 3 nəfər də var idi. 3 rus sərnişin Bakıya, dediklərinə görə gəzməyə gedirdilər. Onlar Tbilisidən əvvəl Yerevanda da olmuşdular. Bir neçə saatdan sonra Gürcüstanla Azərbaycanın sərhəddinə çatdıq. Qatar gömrük yoxlanışı üçün dayandı. Əvvəlcə Gürcü məmurlar yoxladılar. Azərbaycan dilində danışan Gürcüstan vətəndaşına səyahət etmək üçün icazə vermədilər. Qadın çox narahat idi. Dediyindən belə məlum oldu ki, Gürcüstanda banka borcu var. Ona görə də ölkədən çıxmasına icazə vermirlər. Sonra da Azərbaycanlı gömrük nəzarətçiləri bir-bir kupeləri gəzib, sənədləri və bagajları yoxlamağa başladılar. Təxminən 50-60 yaşlarında məni kimi sısqa bir kişi yaxınlaşıb sənədlərimizi gözdən keçirdi. Yoldaşlardan birinin adı Aleksandr Demyanov idi. Sən ermənisən? Gömrük əməkdaşı soruşdu. Yox, Rusam, Demyanov cavab verdi. Soyadındakı yan nədir bəs? Bu əsl Rus familiyasıdır. Baxın, adım da Aleksandr, Pushkində olduğu kimi. O gülümsədi. Gömrük işçisi qane olmamışdı. Məlum olanda ki, bu 3 yoldaş Yerevanda da olub, sorğu-sual biraz da uzandı. Demyanovun çamadanından Ermənistanda aldığı suvenir tapıldı. Bu nədir? Niyə almısan? Soruşdular Demyanovdan. Canıma qorxu düşdü. Tbilisidəki bit bazarından neftçi və Araratın döş nişanlarını almışdım. Məni həyəcan bürümüşdü. Çamadanıma işarə edib, mənim əşyalarımı yoxlamırsınız? Soruşdum. Kişi fağır sifət alıb, yox dədə, səndə nə olasıdır ki? Cavab verdi. Çox xoşbəxt idim. Uzun çəkən yoxlamalardan sonra qatar yola düşdü. Rusları Azərbaycana buraxmışdılar. Ancaq onlar əvvəlki kimi şən deyildilər. Qatar o qədər də rahat deyildi. Amma etiraf edim ki, gözlədiyimdən daha yaxşı oldu. Hətta bir dəfə çay da təklif etdilər. Deyəsən imtina etdim. Səhər tezdən əməkdaşlardan biri gəlib mələfələri təhvil verməyimizi istədi. Həyatımda ilk dəfə idi ki, 28 maydakı dəmir yol vağzalından Bakıya ayaq basırdım.